Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə dərs izahımıza, qanunvericilik fənnindən dərs izahlarımıza başlayırıq və bizim bugünkü mövzumuz isə qanunvericilik hakimiyyətidir. Uşaqlar bu kurs kimi olacaq və belə deyim, BB, BA kateqoriyasını tam əhatə eləyəcək. Yəqin Asiyaya dair olan videolarda çəkərəm. Bu bizim 3-cü dərsimizdir uşaqlar. Bu şəkilə baxmayın, fikir verməyin. Qanunverici hakimiyyətdir. Gəlin bir-bir bunu analiz eləyək. Baxın, burada da qeyd olunur, maddə 81-dən mən markerimi də götürüm burada. Bir statımız var. Stat nədir? Qeyd olunur ki, qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Amma biz nəyi bilirik? Biz onu da bilirik ki, icra hakimiyyəti prezidentə mənsubdur. Məhkəməni isə məhkəmələr həyata keçirir. Bu isə bizim ilk hakimiyyətimizdir. Qanunverici hakimiyyət. Maddə 81. Daha sonra keçək uşaqlar digər slaydımıza. Burada belə deyək, Milli Məclisin DNT-si adında bir ad var. Əsas rəqəmlər. Baxırıq ki, Milli Məclisdə deputatların sayı 125-dir say tərkibi olaraq və hər çağırışının səlahiyyət müddəti var. O isə 84-cü maddədə qeyd olunduğu kimi 5 ildir və 83 deputat səlahiyyətli olunursa, Milli Məclis artıq səlahiyyətli olunur. Bunların hər biri qəbula düşə biləcək belə deyək hissələrdir. Daha sonra keçirik digər məsələyə və burada parlamentə aparan yoldan biraz danışaq sizə. Söhbət gedir ki, Milli Məclisin deputatları maddə 83-də qeyd olunur ki, majoritar seçki sistemi əsasında ümumi bərabər birbaşa seçki hüququ və sərbəst şəxsi və gizli səs vermə yolu ilə seçilirlər və burada da seçki günü nə vaxt olur? Hər 5 ildən bir olur. Noyabr ayının 1-ci bazar günü keçirilir uşaqlar, yadınıza saxlayın. Daha sonra növbəti slaydımıza baxaq və burada qeyd olunur ki, kimlər deputat ola bilər, tələblərdən söhbət gedir və burada əsas tələb olaraq Azərbaycan Respublikasının seçkilərdə iştirak etmə hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada deputat seçilə bilərlər. Əlbəttə ki, ilk olaraq bizə bu lazımdır. Ancaq bilirsiniz ki, məsəl üçün kimlər deputat seçilə bilməz? Bura aiddir ikili vətəndaşlığı olanlar, başqa dövlətlər qarşısında öhdəliyi olanlar, icra və ya məhkəmə sistemlərində, yəni bu hakimiyyətlərdə qulluq eləyənlər, din xadimləridir, başqa ödənişli fəaliyyətlə məşğul olanlar. Burada uşaqlar elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisnadır. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunanlar, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bir də məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə yerlərindən cəza çəkən şəxslər. Bax, bunlar deputat seçilə bilməzlər. Buna isə 85-ci maddədə baxa bilərsiniz. Daha sonra rəsmi təsdiqdən söhbət gedir. Baxaq, deyir ki, seçkilərin nəticələrinin düzgünlüyünü kim yoxlayır və təsdiq edir? Bu, əlbəttə ki, Konstitusiya məhkəməsidir ki, bu seçkilərin nəticəsinin düzgünlüyünü yoxlayır və təsdiq edir uşaqlar. Sonra baxaq digərinə. Burada deputat toxunulmazlığından baxırıq ki, səlahiyyət müddəti ərzində deputatın şəxsiyyətə toxunulmazdır. Yəni nə deməkdir bu toxunulmazlıq? Baxın, burada mən izahlarını yazmışam. Cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz. Məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz uşaqlar. Bunları da yadımızda saxlayırıq və eyni şəkildə istisnamız da var. Cinayət başında yaxalanma halı var ki, bu halda deputatı tutan orqan dərhal baş prokurora xəbər verməlidir. Yadınızda saxlayın uşaqlar. Daha sonra keçək digərinə. Toxunulmazlığın qaldırılma prosesi necə olur? Deputat toxunulmazlığına yalnız aşağıdakı, burada qeyd olunduğu kimi 2 şərt ödəndikdə xitam verilir. Baş prokuror təqdimatı olur Milli Məclisə və Milli Məclisin qərarı ilə deputat toxunulmazlığına xitam verilir. Sonra keçək digərinə. Digər də nədir? Fəaliyyətinə görə müdafiə. Burada bir məsələ var ki, uşaqlar, deputat aşağıdakılara görə məsuliyyətə cəlb olunmur. Milli Məclisdəki fəaliyyətinə görə, səs verməsinə görə, söylədiyi fikrə görə. Hətta burada da əlavə təminat da var ki, deyir, razılığı olmasa onlardan bu hallarla əlaqədar olaraq izahat və yaxud da ki, ifadə tələb edilə bilməz. Növbəti mandatın itirilməsi hallarına baxaq. Uşaqlar, hansı halda deputat mandatını itirə bilər? Seçki pozuntularıdır. Baxın, burada da qeyd olunur, səslər düzgün hesablanmırsa. Vətəndaşlıqdır. Yəni vətəndaşlıqdan çıxdıqda bilirsiniz bizdə ikili vətəndaşlıq yoxdur və başqa dövlətin vətəndaşlığını qəbul etdikdə.
Cinayət törədəndə, məhkəmənin qanuni qüvvəyə minmiş hökm olanda və yaxud dövlət orqanlarında vəzifə tutduqda, baxın burada da qeyd olunur uyğunsuz fəaliyyət və yaxud din xadimi olursa, qanunla qadağan edilmiş ödənişli fəaliyyətlə məşğul olursa, özü imtina eləyirsə, səsvermə hüququnu şəxsən həyata keçirmədikdə və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını baxın, kobud surətdə pozursa. Bu isə bizdə 89-cu maddədə var. Növbəti keçək digər slaydımıza. Bu da önəmli məsələdir uşaqlar. Milli Məclisin sessiyalarındandır. 88-ci maddədir. Sessiyalar olaraq burada da qeyd olunduğu kimi bir yaz sessiyası var. Baxın təqvimdə işarələnir. Bir də payız sessiyası var. Ümumilikdə açıq keçirilir, amma qapalı da ola bilər. Bu zaman prezidentin təklifi olur, deputatın isə tələbi olur və 83 deputat olur. Amma növbədən kənarda isə prezident və 42 deputatın tələbi ilə çağırır. Baxın, növbədən kənarda Milli Məclisin sədri çağırır və onu da qeyd edək ki, burada hər ikisində də tələb söhbəti var. Həm prezident, həm deputat. Amma digərində isə təklifdir. Yəni söhbət gedir qapalıdan gedir, qapalı iclasından. Daha sonra baxırıq bura. Milli Məclis öz iş qaydasını müəyyən edir və bunun orqanları var. Baxın, sədr müavinlərini seçir, komitələr, komissiyalar yaradır. Səhv eləmirəmsə 12 komitəsi var Milli Məclisin və hesablama palatası da var ki, bu da Milli Məclisin orqanıdır. Növbəti və burada Milli Məclisin aktlarına baxırıq. Bunun biri konstitusiya qanunlarıdır. Konstitusiya ilə konstitusiya qanunlarının nə olduğu haqqında danışmışam mən artıq. Qanunlardır və bir də qərarlardır. Baxın, əsas prinsipin mahiyyəti budur ki, deputat səsvermə hüququnu şəxsən həyata keçirir. Hətta şəxsən həyata keçirmədikdə o zaman onun mandatında məhrum oluna bilər. Və burada məhdudiyyət var ki, burada da qeyd olunur ki, qanunlarda və ya qərarlarda icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Çünki bu məhkəmə hakimiyyətidir, bu isə icra hakimiyyətidir. Yəni hakimiyyətin fərqli-fərqli qollarıdır. Ona görə keçək digər slaydımıza biz keçirik. Artıq ümumi qaydaların müəyyən edilməsi məsələsi var uşaqlar. Bu arada ümumi qayda ilə həll etdiyi məsələni bir çoxlarınız belə deyək qarışdırırsınız. Bunlarla bağlı mənim əlbəttə ki YouTube-da videolarım var. İstər konstitusiyadan qızıl qaydalar videoma da baxa bilərsiniz, istərsə də dərs izahı videolarıma bundan əvvəl də çəkmişdim bu tip videolar. Ona baxa bilərsiniz, amma ümumi qaydalarla bağlı bir məsələni demək istəyirəm ki, burada ümumi qaydalarla bağlı qanun qəbul edir və qanunlar 63 səs çoxluğu ilədir. Lakin 83 səs çoxluğu ilə qəbul olunan qanunlar var ki, görün burada onu yazmışammı? Bəli, 83 səslə prezident seçkiləridir. Milli Məclisə seçkilər deputatların statusudur və bir də referendumdur. Bunlar baxın, burada da qeyd olunduğu kimi yüksək həssaslı qanunlardır. 83 səs tələb olunur. Amma standart olaraq isə 63 səsləndir. Bilirsiniz 125 deputatımız var və 125 yox, 124 2-yə bölünəndə bu 62 eləyir. 62 də deputat əgər lehinə, 62-si əleyhinə olsa, bir nəfər lazımdır ki, o qanun qəbul olsun. Ona görə 63 götürüblər, belə fikirləşirəm. Sonra 17-yə baxaq. Həll etdiyi məsələlərə də baxaq uşaqlar. Həll etdiyi məsələlərlə bağlı əsas məsələ budur ki, qərar qəbul eləyir, amma bir məsələ var ki, həll etdiyi məsələdə əslində çox danışmaq olar və ayrıca danışmaq olar. Sadəcə həll etdiyi məsələ ilə bağlı qərar qəbul eləsə də, bəzi məsələlər var ki, onunla bağlı qanun qəbul eləyir və onlara aiddir. İnzibati ərazi bölgüsüdür, Milli Məclis işinin təşkilidir, prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsisidir, dövlətlərarası və hökumətlərarası müqavilələrin təsdiqi və ləğvi və bir də prezident təqdimatına əsasən dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarətdir. Bax, bu 5 sadaladığım məsələ ilə bağlı, onlarla bağlı qanun qəbul edir, baxmayaraq ki, həll etdiyi məsələdir. Növbəti, burada da var, həll etdiyi məsələlər var. İkinci hissə var. Məsələn, prezidentin impeachment qaydada vəzifədən kənarlaşdırılması 95 səsdir, referendumun təyini, amnistiya aktıdır, müharibə elan edilməsinə, sülhün bağlanmasına razılıq, hakimlərin vəzifədən kənarlaşdırılması və sair kimi məsələlər var ki, əlbəttə ki, məsələn, bələdiyyə hesabatlarının dinlənilməsi, bunlar həll etdiyi məsələlərdir. İndi isə biz buna baxandan sonra artıq keçirik digərinə. Uşaqlar, bunlarla bağlı ümumi qayda və həll etdiyi məsələlərlə bağlı, bunların fərqləri ilə bağlı ayrıca videom olduğu üçün o barədə mən çox danışmıram. Qanunvericilik təşəbbüsünə baxaq. Təşəbbüs hüququ olan subyektlər, bura aiddir Milli Məclisin deputatları, prezident,
Ali Məhkəmə, prokurorluq, gördüyünüz kimi emblemi də var. Naxçıvanın Ali Məclisi və bir də seçki hüququ olan 40 min Azərbaycan vətəndaşı. Baxın, 40 min Azərbaycan vətəndaşından getmir. Söhbət gedir seçki hüququ 40 min olan Azərbaycan vətəndaşı və burada bir məsələ var ki, siz bunu papa sözü ilə yadınızda saxlaya bilərsiniz. Yəni, bura prezidentdir, bu Ali Məhkəmədir, bu prokurorluqdur və bu da Ali Məclisdir. Və üzərinə gəlirik. Milli Məclisin deputatı, bir də 40 min seçki hüququ olan vətəndaş. Bu qanunverici təşəbbüsü hüququ olan subyektlərimizdir. Və indi isə gəlin layihədən qanuna adında slaydımıza baxaq, görək bu qanunlar necə olur ki, qüvvəyə minir. İlk olaraq qanunvericilik təşəbbüsü subyekti layihəni təqdim edir. Və layihə 2 ay ərzində səsə qoyulur, təcildirsə 20 gündür. Sonra bu qanun qəbul olunandan sonra prezidentə imzalamaq üçün təqdim eləyirlər. Bunun müddəti 14 gündür. Təcildirsə 24 saat ərzində göndərilir. Prezident isə bunu imzalaya bilər 56 gün ərzində. İmzalanandan sonra isə dərc olunur. Və bir məsələ var ki, dərc edildiyi gündən qüvvəyə minir, əgər özündə başqa qayda nəzərdə tutulmayıbsa. Bəzən qanunlar qəbul olunur, deyir, məsələn, yanvarın 1-dən qüvvəyə minəcək. O başqa məsələ. Belə yoxdursa, onda dərc edildiyi gündən qüvvəyə minir. Növbəti nədir və Milli Məclisin artıq biz buraxılmasına baxmalıyıq. Milli Məclisin buraxılma halları hansılardır? Nazirlər Kabinetinə 1 il ərzində 2 dəfə etimadsızlıq göstərirsə, Konstitusiya Məhkəməsidir, Ali Məhkəmə bunlara namizədləri, yəni prezident təqdimat verir, onları qanuni müddətdə təyin etmədikdə, həmçinin bura Mərkəzi Bankın idarə heyətinin üzvlərini də aid eləyə bilərik və Konstitusiyada göstərilən əsas vəzifələri icra eləmədikdə, yəni söhbət burada hansılardan gedir? Məsələn, həll etdiyi məsələlərdir, ümumi qaydalardır. Yəni bu kimi məsələləri də icra eləməyəndə Milli Məclis buraxılır və növbədə də nəticə olaraq növbədən kənar seçkilər keçirilir. Və yekun icmal var. Bunların hamısını bir slayda vermişik. Xalqın səs verməyi, 125 deputatın seçilməyi. Bax belə qarşılıqlı fəaliyyəti var və s. Növbəti slaydımızda sondur və bir məsələni uşaqlar diqqətinizə çatdırmaq istəyirəm. Burada ola bilər ki, fikrimdən hər hansısa bir məsələ yayınıb, mən onun haqqında danışmamışam. Bir məsələni diqqətinizə çatdırım, onunla da dərsi yekunlaşdıraq, çox vaxtınızı almayım. Məsələ budur ki, uşaqlar, Milli Məclisin səlahiyyət müddətindən də danışım sizə. Milli Məclisin səlahiyyət müddəti uzadıla bilərmi? Bəli, Milli Məclisin əlbəttə ki, səlahiyyət müddəti uzadıla bilər. Söhbət gedir hansı halda? Bu halda olur müharibə şəraitində əgər Milli Məclisə seçkilərin aparılması mümkün olmadıqda, o zaman bəli, bu səlahiyyət müddəti uzadıla bilər və bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Söhbət nədən gedir? Milli Məclisin müddəti qısa da ola bilərmi? Bəli, qısa da ola bilər. Yəni 5 ildir normalda səlahiyyət müddəti, amma az da ola bilər. Əgər hər hansısa bir deputat çıxırsa deputatlığından və onun deputatlıq müddətinə 120 gündən az qalırsa, bunu kiçik işarəsi qoyum, o zaman yerinə, yəni bunun yerinə yeni deputat seçkisi keçirilmir. Yəni hər hansısa bir deputat seçkisi olmayacaq onun yeri olması üçün, amma 120 gündən çox olanda keçirilir və yeni gələn deputatın da səlahiyyət müddəti yerdə qalanın səlahiyyət müddəti ilə məhdudlaşır. Məsələn, bunun 3 ili qalıbsa, 3 ildə qalır. Bax belə, Milli Məclisin deputatının səlahiyyət müddəti də Milli Məclisin səlahiyyət müddəti ilə eynidir. Yəni Milli Məclisin səlahiyyət müddəti əgər uzanırsa, qısa olursa, elə həmin deputatın səlahiyyət müddəti də o şəkildə davam eləyir. Güman edirəm ki, burada Milli Məclisdə qanunverici hakimiyyətdə əsas olan bir çox məsələlərə toxunduq. Toxunmadığımız nöqtələr varsa, hissələr varsa, onunla bağlı zəhmət olmasa şərh hissəsinə yazın, mən də onu izahını verim. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.